Taksinin əlinə zəhra yanmışam. Bezmişik. Bax öyümüzə getmək istəyir, gedəmirik Allah. Hər özünə müştərək axtarırlar. Sərnişinləri yığmaq üçün buradan istifadə edirlər. Bu qarşılıq heç cürə xoşumuza gəlmir. Məcbur oturdurlar, maşına aparırlar. Deyirmiş şuya gedən, yeni qəsəbəyə gedən. Mədəniyyətimiz yoxdur. Bakının kəndlərinə, rayonlara müştəri səsləyən sürücülər yolu hardan gəldi keçməyə çalışan sərnişinlər yolun hərəkət hissəsində avtomobil saxlayan taksi sürücüləri və eni uzunu bilinməyən tıxac. Bəli, bura paytaxtın Nəsimi rayonu metronun 20 yanvar stansiyasının ətrafının gündəlik vəziyyətidir. Turprovka vaxtında işdən çıxırıq, evə gedib çıxa bilmirik, müsibətdir. Bu qarşılıq heç cürə xoşumuza gəlmir. Camaat işdən çıxır ki, yorğun arğın evinə getsin. Gəl görüm sən indi buradan bir yasamala görüm yarım saata gedib çıxa bilirsən 5 dəqiqəlik yolu. Səs-küy, bastırıq, gediş, gəliş, oradan çağırır taksi. Hara getsən inşallah? Cəllabada. Var maşın? Oradan aparır 15 manata. Biz istəyirəm 10 manata gedəm. Bəs bayaqdan qışqırırlar, Cəllabad, Salyan, Sabirabad. 15 manat çıxırır da, nə 10 manat çıxırmır ki? İllərdir 20 yanvarda bu səs-küy var. Hamı qışqırır, hamı çığırır. Bir nəfər durmalıdır, lövbiyə salmalıdır bunu. Qardaş, geç, sən apar. Geç, sən apar. Yoxsa o çığırır 2 nəfər yığır, o çığırır 3 nəfər yığır. Burada planlama düzgün olmuyor. Burada bu qədər taksi sürücüləri var. Bunların da burada olmasının səbəbi sərnişin axının çox olmasıdır. Sərnişin axını düzgün bura nizamlanmadığı üçün taksi sürücüləri sərnişinləri yığmaq üçün buradan istifadə edirlər. Bu boyda axın olandan sonra təbii ki, burada belə bir sıxlıq olacaq. Marşrut pres. Gəldi də marşrut. Gəldi o gör nə qədər adam mindi onun içinə. Gör onun içinə minə bilərəm, bir də çək oranı gör minə bilərəm ora. Gör minə bilərəm oraya, ya minmərəm. İndi bəs nə olacaq? Qaldım burada. Oy, bu qaldım de burada. Burada paryatqa yaranmalıdır ki, camaat razı qalsın. Rayonlara, Sumqayıta, kəndlərə qışqırırlar. Məcbur oturdurlar, maşına aparırlar. Bir də xəbər tutursan ki, Sumqayıta getsin. Bir də baxsan ki, orada oturmuşsan oradasın. Ümumiyyətlə çağırır da belə. İndi Çağırıb nə deyir? deyirmiş şuya gedən, yeni qəsəbəyə gedən məsələn Bir də xəbər tutursan ki, avtomobildə gedirsən müştəriyə. öyrəşmişik də bu şəraitləri.